Amos Peyğəmbərin kitabı. Amos 1-ci fəsil. Bu, Tekoyada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yahuda padşahı Uzziyanın və İsrail padşahı Yuaş oğlu Yarovamın dövründə böyük zəlzələdən 2 il qabaq İsrail barədə belə görüntü görmüşdü. Amos belə dedi: Rəbb Siyondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur. Rəbbin aramlılara verəcəyi cəza. Rəbb belə deyir: Dəməşqlilərin 3-4 qat günahına görə onları cəzasız buraxmayacağam. Çünki onlar Gileadı dəmir dişli vəllərlə döydü. Buna görə də Xazayelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb yaxsın. Dəməşqin darvazalarının sürgülərini qıracağam. Aven dərəsindən əhalini silib atacağam. Bet edəndən əsa gəzdirəni kəsəcəyəm. Aram xalqı qirə sürgünə aparılacaq. Rəbb belə deyir. Rəbbin Filistlilərə verəcəyi cəza. Rəbb belə deyir: Qəzzəlilərin 3-4 qat günahına görə onları cəzasız buraxmayacağam. Çünki onlar bütün cəmaatı əsir eləyib Edoma təslim elədi. Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, oranın qalalarını yandırıb yaxsın. Aşdoddan əhalini silib atacağam. Aşqalondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam. Qalan Filistillər də yox olacaqlar. Xudavənd Rəbb belə deyir. Rəbbin Surlulara verəcəyi cəza. Rəbb belə deyir: Surluların 3-4 qat günahına görə onları cəzasız buraxmayacağam. Çünki onlar bütün cəmaatı Edoma əsir eləyib qardaşlıq əhdini pozdu. Buna görə də Surun divarlarına od yağdıracağam ki, oranın qalalarını yandırıb yaxsın. Rəbbin Edomlulara verəcəyi cəza. Rəbb belə deyir: Edomluların 3-4 qat günahına görə onları cəzasız buraxmayacağam. Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular. Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq elədilər. Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb yaxsın. Rəbbin Amonlulara verəcəyi cəza. Rəbb belə deyir: Amonluların 3-4 qat günahına görə onları cəzasız buraxmayacağam. Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar. Buna görə də Rabbanın divarına od vuracağam ki, oranın qalalarını yandırıb yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, qasırğa günü fırtına ilə dağılacaq. Onların padşahları ilə başçıları birgə sürgünə aparılacaq. Rəbb belə deyir.